Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Ve sallallahu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Barakallahu fikum qardaşlar. Allah subhanahu teala sizlərə bərəkət versin. Allah subhanahu teala sizləri və bizi burada cəm etdiyi kimi uca firdevsunda Allah Resulü sallallahu aleyhi və səlləm və onun sahabələri ilə bir yerdə cəm etsin. Və həqiqətən Allah subhanahu teala biz müsəlmanlara, yəni müsəlman ümmətinə, Muhammed sallallahu aleyhi və səlləmin ümmətinə böyük fürsətlər vermişdir. Allah subhanahu teala müsəlman ümmətinə, Muhammed sallallahu aleyhi və səlləmin ümmətinə böyük fürsətlər vermişdir. Savab qazanmaq üçün, çoxlu xeyirlər əldə etmək üçün böyük fürsətlər vermişdir Allah subhanahu teala. Yəni Allah subhanahu teala, hansı ki bizdən öncəki ümmətlər bildiyimiz kimi nədir? Ömürləri çox idi. Misal üçün, Nuh əleyhissalamın qıssasında keçir, neçə il yaşayır? 950 il dəvətidir. Yəni, yaşamağa hardasa Allah daha doğrusunu bilir, 1500 ilə yaxın yaşayır anlansın. 950 il o dəvət etdiyi müddət də anlansın. Hardasa, yəni ömrü isə nədir? 1500 il təsəvvür üçün nədir? O qədər yaşayan ümmətlər olurlar, bizdən öncəki ümmətlər. Və təsəvvür edin, bizim ümmətin ömrü isə Allah Resulü sallallahu aleyhi və səlləm də hədisində gəldiyi kimi 60-70 yaş arası. Az bir kəs var ki, onlar keçəcək. Elə keçmiş oluruq. Misal üçün, Ramazanda bir gecə var ki, neçə ilə bərabərdir? 1000 ildən daha xeyirli. 1000 ildən daha xeyirli. Yəni, 84 ildən haradasa daha xeyirlidir hələ. Yəni, 84 il yox, onunla nədir? Kifayətlənmir. Yəni, onunla elə bir şey hüdudlanmır. Ondan daha xeyirlidir. Yəni nədir? Təsəvvür ki, 10 ildə bir qədr gecəsinə düşsün, təsəvvür ki, harar olur. Yəni, həmin o bizdən öncəki ümmətləri də ötüb keçmiş oluruq. Və bu tək həmin bir gecə ilə belə kifayətlənmir. Və Allah subhanahu teala bizə yenə fürsətlər verir. Elə yerlər var, elə məkanlar var ki, Allah subhanahu teala həmin məkanları fəzilətli etmişdir. Və orada olunan ibadətlər də nədir, qardaşlar? Qat-qat artıqdır. Misal üçün, Kəbə kimi, Muhammed sallallahu aleyhi ve sellem misli kimi, Qüds misli kimi. Və eləcə də önümüzdən gələn, artıq bir-iki günə həmin günlərə daxil oluruq. Həmin günlərdir ki, Allah subhanahu və teala yanında, aleykümselam və rəhmətullah, ən fəzilətli olan günlər. Allah subhanahu və teala yanında ən fəzilətli olan günlər. Hansı günlərdir? Zilhiccənin ilk 10 günü. Zilhiccənin 10 günü. Hansı ki Allah Resulü sallallahu aleyhi və səlləm bu günlərin fəzilətini bildirmişdir və Allah subhanahu və teala da bu günləri and içmişdir. Hamımızın bildiyi Fəcr surəsində Allah subhanahu və teala and içərək buyurur ki: "Vəl-fəcri və-ləyalin aşr." And olsun fəcrə və and olsun 10 gecəyə. Və İbn Abbas radiyallahu anhuma deyir ki: "Hiyə aşru zilhiccə." Yəni həmin o 10 gecə Zilhiccənin 10 gecəsidir. Və elm əhlinin, yəni alimlərin əksəriyyəti də ta sələfdən günümüzə qədər alimlərin əksəriyyəti həmin gecənin, o 10 gecənin Zilhiccənin 10 gecəsi olduğunu bildirir. Və başqa ayda Allah subhanahu teala buyurur ki: "Və yəzkurusməllahi fi əyyəmin ma'lumat." Qoy onlar, yəni məlum günlərdə Allahın adını zikr etsinlər. Və yenə İbn Abbas radiyallahu anhuma deyir ki: "Qilə aşru zilhiccə." Yəni deyilmişdir ki, bu Zilhiccənin 10 gündür. Yəni bu nədir? Allah subhanahu və teala həmin 10 gecə, yəni Zilhiccənin 10 gününə and içməsi həmin günün əzəmətin, böyüklüyünü bildirir. Və həmçinin həmin günlərdə Allah subhanahu teala adını zikr etməsinin buyurulması Allah subhanahu və teala həmin günlərin nədir? Böyüklüyünü bildirir. Yəni əzəmətliyin, həmin günlərin önəmli günlər olduğunu bizə bəyan edir, bizə bildirir. Və Allah Resulü sallallahu aleyhi və səlləmin sünnəsində də həmin, yəni o ilk Zilhiccənin ilk 10 gününün, yəni necə də əzəmətli günlər olduğunu bildirən Allah Resulü sallallahu aleyhi və səlləmin hədisi vardır ki, Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki: "Mə min əyyəmin əl-əməlu fihinnə əhəbbu ilallahi min hədihil əyyəm." قالوا ولا الجهاد قال ولا الجهاد إلا رجل خرج بنفسه وماله ثم لم يرجع من ذلك بشيء. Allah Resulü sallallahu aleyhi və səlləm deyir ki,
Bu günlərdən, yəni Zilhiccənin ilk 10 günündən Allaha daha sevimli olan başqa bir günlər yoxdur. Yəni bütün ilin bütün günlərinin içərisində Allaha ən sevimli olan günlər hansıdır? Zilhiccənin ilk 10 günü. Təsəvvür edin qardaşlar, yəni bu nə deməkdir? Yəni bütün o ilk var, ilin ərzişi var, ilin müddəti. 365 gün, hə? Bütün o günlərin içərisində Allah Subhanahu wa Taala'ya ən sevimli olan günlər Zilhiccənin ilk 10 gündür. Allah Subhanahu wa Taala'ya itlaq olaraq Allah Subhanahu wa Taala'ya ən sevimli olan günlər Zilhiccənin ilk 10 günüdür. Zilhiccənin ilk 10 günüdür. Hansı ki Allah Resulü sallallahu aleyhi ve sellem həmin günlərin fəzilətini bəyan edərək buyurur ki, yəni Allaha ən sevimli olan günlər həmin Zilhiccənin ilk 10 günü, yəni bu günlərdir. Hansı ki, yəni bu günlərdə olunan əməllər Allaha ən sevimli olan əməllərdir. Yəni bu Zilhiccənin ilk 10 günündə olunan əməllər Allaha ən sevimli olan əməllərdir. Təsəvvür edin, subhanallah. Yəni Zilhiccənin ilk 10 günündə olan əməllər Allaha ən sevimli olan əməllərdir. Və dedilər ki, ya Rasulullah, ya dedi ki, yəni bu əmələ nədir? Yəni bu əmələ bərabər bir əməl yoxdur. Və Allah Rasuluna sallallahu aleyhi və səlləm deyirlər ki, hətta cihad belə, Allah Rasulü sallallahu aleyhi və səlləm ki, hətta cihad belə, yalnız o kişi ki, malı ilə və canı ilə çıxır, yəni Allah üçün döyüşməyə çıxır və bunlardan heç biri ilə qayıtmır. Yəni Allah yolunda şəhid olur. Malı da Allah yolunda verir və canı da Allah yolunda verir. Yalnız o kəsdən başqa. Amma başqa nədir? Bütün ibadənin, bütün əməllərdən bu günlərdə olunan əməllər daha üstündür. Zilhiccənin ilk 10 günündə olunan əməllər daha üstündür. Və bu da həmin bu əməlin nədir? Necə də əzəmətli bir əməl olduğunu bildirir. Necə də bir əzəmətli günlər olduğunu bildirir. Və niyə görə yəni bu günlər niyə görə fəzilətlidir qardaşlar? Barakallahu fikum. Çünki yəni bu günlərdə Zilhiccənin bu ilk 10 günündə ibadətlərin usulları ki var, yəni həmin ibadətlər hamısı cəm olmuşdur. Həmin ibadətlər hamısı cəm olmuşdur. Misal üçün Allah Subhanahu wa Taala'nın təvhidi təkləşdirmək. Hansı ki, yəni bu günlərdə nə var? Bu günlərdə təkbir var. Allahu Akbar, la ilahe illallah. Bu da nədir? Bu da təvhid kəlməsidir. Yəni Allah Subhanahu wa Taala'nı təkləşdirmək. Və həmçinin yəni namaz bu günlər bu Zilhiccənin 10 gündə nə var? Bayram namazı var. Yəni bu da nədir? Yəni həmin o əsillərdən biridir. Və həmçinin oruz. Nə oruzu var? Arafat oruzu. Arafat oruzu var. Və həmçinin insan sədəqəsi, zəkat, burada şeyx gətirir. O da nədir? Yəni qurban kəsməsi. Və həmçinin əl-həccül əkbar, yəni böyük həz var. Həmçinin böyük həz var. Bu nədir? Bu yəni ibadətin usullarıdır, əsaslarıdır ki, bu 10 gündə cəm olunmuşdur. Bu da həmin günlərin əzəmətli olmasına nədir? Səbəb olmuşdur. Bu da həmin günlərin əzəmətli etmişdir. Necə ki, İbn-i Həcər rəhməhullah Fəthül Barda buna işarə etmişdir. Bunu bildirmişdir. Və Allah Subhanahu Taala bizləri və sizləri müvəffəq etsin. Barakallahu fikum qardaşlar. Bu günlərin əməlləri vardır ki, həmin bu günlərdə bu əməlləri etməyə daha uyğundur. Ən birincisi bu 10 gündə olunan əməllərdən həcc. Allah Subhanahu wa Taala'nın evinə həcc etmək, həcc ziyarəti etmək ki, Allah Subhanahu wa Taala hamımıza müvəffəq etsin. Badəndə Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, "Əl-həccül məbrur leysə ləhu cəzaun illəl cənnə." Yəni qəbul olunmuş məbrur həccin mükafatı cənnətdir. Subhanallah. Təsəvvür edin, insan həcc edir və həcci qəbul olunarsa nədir? Onun mükafatı cənnətdir. Və həcc ibadətinə, xüsusən də həcc ibadətinə gedən qardaşlar bir məsələni yəni diqqət yetirsinlər. Ərəb dilində bu kəlmə 3 hərfdən ibarətdir. Sad, bə, ra, yəni səbr. Bu kəlməni gözlərinin önündə tutsunlar. Yəni həcc ibadətin yerinə yetirən bir qardaşlar, yerinə yetirən müsəlmanlar, ümumilikdə bütün müsəlmanlar səbr kəlməsinin gözlərinin önündə tutmalıdırlar. Səbr kəlməsinin gözlərinin önündə tutmalıdırlar. Çünki nədir? Həcc ibadəti səbr tələb edən bir ibadətdir. Yəni orada nədir?
Yemək də ola bilsin naqislik, yeməkdə naqislik ola bilər. Oteldə naqislik ola bilər. Yanındakı yoldaşlarda naqislik ola bilər. Sən bunların hamısında səbirli olmalısan. Sən bunların hamısında səbirli olmalısan. Yəni bunların hamısında səbirli olmalısan. Bunların hamısında səbirli olmalısan ki, hətta nə olsun, yəni sənin etdiyin həcc məbrur, yəni qəbul olunmuş həcc olsun. Qəbul olunmuş həcc olsun. Allah Subhanahu taala bütün müsəlmanları müvəffəq etsin. Yəni həcc ibadəti səbr tələb edən bir ibadətdir. Həcc ibadəti səbr tələb edən bir ibadətdir. Və həmçinin bu günlərdə olunan ibadət oruc, Arafa gününün orucu. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki: "Siyamu yevmi Arafete inni ehtesibu alallah en yukeffira senetelleti qablahu ve senetelleti ba'dahu." Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, Arafa gününün orucu ümid edirəm ki, Allah Subhanahu taala bununla öncəki, bir il öncəki və bir illə sonraki günahları bağışlasın. Allah Subhanahu taala bununla bir il öncəki və bir ildə sonraki günahları bağışlasın. Yəni Arafa gününün orucu bir il öncə və bir illə sonraki günahların bağışlanması nədir? Səbəbidir. Allah Subhanahu taala hamımızı müvəffəq etsin bu orucu tutmağa. Və kim yəni Arafa gününün orucunu tutarsa, böyük, yəni həmin bu böyük bir mükafata nail olmuş olur. Təsəvvür et, bir il öncəki və bir illə sonraki günahların bağışlanması. Yəni günahlarımız da başımızdan aşır. Allah Subhanahu taala bizləri bağışlasın. Amma həcdə olan qardaşlar isə nə edirlər? Həcdə olan qardaşlar isə Arafa günü oruç tutumlar. Əksinə həmin o Arafada olunan ibadətləri daha çox, yəni daha məsuliyyətlə yerinə yetirirlər. Və həmçinin bu 10 gündə, yəni Zilhiccənin 10 gündə olunan ibadətlərdən qurban kəsmək. Allah Subhanahu taala hər bir müsəlmana, həmimizə müvəffəq etsin qurban kəsməyə. Və qurban kəsmək 3 mərtəbəsi var şeyx burada gətirdiyi kimi. Birincisi, yəni qulun özünün öz qurbanın kəsməsi. Qulun özünün öz qurbanın kəsməsi bu ən fəzilətlisidir. Ən üstünü qulun özünün öz qurbanın kəsməsidir. İkinci ondan aşağı dərəcədə ikinci mərtəbə qulun başqa birisinə kəstirməsi, lakin özünün həmin qurbanın yanında olması. Başqa birinə kəsdirir, misal üçün özü kəsə bilmir, bir qardaşdan xahiş edir, kəsir, amma özü də orada nə edir? İştirak edir. Və üçüncüsü isə, yəni özü ola bilsin başqa yerdə olur, lakin öz ölkəsində nə edir? Həmin qurbanı kəsdirir. Bu da üçüncü mərtəbəsidir. Amma ən üstün nə idi? Qulun özünün öz qurbanını kəsməsi, qulun özünün öz qurbanını kəsməsi. Və qurban kəsəndə də qardaşlar, yəni qurbandan məqsəd, bilin ki, qurbandan kəsməkdən məqsəd nədir? Qurban kəsməkdən məqsəd nə onun ətidir, yəni nə o qurban kəsməkdən məqsəd həmin qurbanın Allah üçün kəsilməsidir. Yəni qurban kəsmək ibadətində bunu yadda saxlayın. Yəni müsəlmanların qurban kəsmə ibadətində ən çox məşğul edən əməl qurban ətidir. Qurban kəsmə ibadətində insanları, müsəlmanları ən çox məşğul edən qurbanın ətidir. Əti yaxşı oldu mu? Əti neçə kilo gəldi mi? Yaxud da misal üçün paylamağa çatacaqmı, özümə çatacaqmı? Amma və lakin qurban kəsməkdə məqsəd nədir? Həmin qanın axıdılması, yəni qurbanın qanının Allah üçün axıdılması, yəni qurbanın Allah üçün kəsilməsidir. Qurban ibadəti Allah Subhanahu və Taala üçün olunan əzəmətli bir ibadətlərdəndir. Yəni insan qurban kəsəndə bilsin ki, yəni bu ibadətdir Subhanallah. Bu yəni bu etdiyi əməl, bu yerinə yetirdiyi əməl Allah üçün etdiyi əzəmətli ibadətlərdən biridir. Əzəmətli ibadətlərdən biridir. Ona görə qurbanın misal üçün əti neçə kilo gələcək, əti necə olacaq filan. Bu şeyləri fikirləşməli yox. Nəyə fikirləşməlidir? Yəni qurban, yəni Allah üçün qurban kəsəcəm. Allah üçün kəsdiyim qurban. Və təbii ki də qurbanı Allah üçün kəsirsə nə etməlidir? İmkanının, bacarığının daxilində ən yaxşısını seçməlidir. Heyvanın ən yaxşısını seçməlidir. Yəni sənə ruzunu verən Allah Subhanahu wa Taala. Təbii ki, Allah Subhanahu wa Taala la yukellifullahu nefsen illa vus'aha. Allah heç kəsi gücü çatmadığından artıq yükləməz. Yəni heç kəsi gücü çatmadığından artıq yükləmir uca Rəbbimiz. Bu da Allah Subhanahu wa Taala'nın qullarına yaratdıqlarına olan mərhəmətindəndir, rəhmətindəndir. Və hər yəni qul seçərkən, quzunu seçərkən və yaxud da hər hansı bir heyvanı kəsəcəyi qurban seçərkən çalışmalıdır ki, ən bacarığının dairəsində
ən yaxşısını seçsin, ən üstününü seçsin, ən gözəlini seçsin. Və bu da hətta nə üçün? Allah Subhanahu wa Taala'nın razılığını qazanması və Allah Subhanahu wa Taala da dua etsin ki, Allah Subhanahu Taala ona ondan qəbul eləyəcək qurbanı alıb kəsməyə müvəffəq etsin. Və bu Zilhiccə ayında olunan ibadətlərdir və həmçinin Zilhiccə ayında, yəni orucun tutulmasını dedik və ilk 10 günün də orucun tutulması gəlir. Zilhiccə ayında Allah Subhanahu Taala hamımızı müvəffəq etsin və Zilhiccə ayında olunan hədisdə keçdiyi kimi, yəni olunan ibadətlər Allaha ən sevimli olan əməllərdir. Yəni ona görə bu ayda nə etməliyik? Bu ayda əməlləri çoxaltmalıyıq. Çoxlu salih əməllər işləməliyik. Çoxlu salih əməllər işləməliyik. Və Allah Subhanahu Taala bizi müvəffəq etsin. Yəni Quran oxumaq olsun, sədaqə vermək olsun, namazlar olsun və digər hansı ki salih əməllər var, onların hamısını bu ayda bacardığımız qədər yerinə yetirməliyik. Və həmçinin bu aya xas olan əməllərdən də təkbir gətirmək var, mütləq olaraq təkbir gətirmək. Zilhiccə ayı girdikdə ümumi olaraq təkbir gətirmək. Allahu Akbar, Allahu Akbar, Allahu Akbar, la ilahe illallah, vallahu Akbar, Allahu Akbar, və lillahil həmd. Belə var mütləq olaraq Zilhiccə ayı girdikdə təkbirlər gətirmək. Və biri də var ki, müqayyət təkbir. Bu da nədir? Bu da Arafa günü, Arafanın fəcrindən sonra hər namazın arxasıca, hər namazdan sonra deyilən təkbirlərdir ki, bu da nədir? Müqayyət, yəni təkbirlərdir. Yəni Arafa gününün fəcrindən sonra, namazdan sonra deyilir, nə vaxta qədər? Hətta təşrik günlərinin sonuna qədər. Təşrik günlərinin, yəni 13-cü günün əsrinə, 13-cü günün əsrinə qədər deyilir. Allah Subhanahu Taala bizim hamımızı müvəffəq etsin. Bu da nədir? Bu da yəni Zilhiccə ayına, yəni həmin o ilk 10 günə xas olan əməllərdən də çoxlu təkbirlər gətirmək. Hətta İbn Ömər radiyallahu anhuma və Əbu Hüreyrə radiyallahu anhuma, yəni bu iki böyük cəlil sahabədən gəlir ki, onlar Zilhiccənin ilk 10 günündə nə edərdilər? Bazarlara gedərdilər və həmin bu təkbirləri gətirərdilər. Hətta insanlar da nə etsinlər, onlarla birlikdə təkbirləri gətirsinlər və belə də olurdu. Yəni onlar təkbirləri gətirərdilər və insanlar da onlarla birlikdə təkbirləri gətirərdi. Və Allah Subhanahu Taala bizim hamımızı müvəffəq etsin. Allah Subhanahu bizləri eşidib faydalanan qullarını etsin. Bu Zilhiccənin ilk 10 günün gözəl şəkildə, faydalı şəkildə və qəbul olunan şəkildə keçirməyə uca Rəbbim bizi müvəffəq etsin. Həqiqətən də müvəffəq edən Allah Subhanahu wa Ta'aladır. Allah daha doğrusunu bilir. Subhanəkəllahumma bihamdikə əşhədü ən la ilahə illə ənt. Estağfiruka və etûbü ileyk.